Bizi biz edən bizim dəyərlərimizdir. Ümumiyyətlə, hər bir xalqı güclü edən onun dəyərləridir. Və bugün bizi bir İngilisdən, Almandan fərqləndirən də bizim dəyərlərimizdir. Və fəxrlə də qeyd etməliyik ki, mən bunu heç bir təəssübkeşlikdən uzaq olaraq, yəni təəssübkeşliyə yol verməyərək açıq şəkildə bildirirəm ki, ən böyük haqlardan biri bizim xalqımızdır. Baxın, bizim çox zəngin musiqimiz var, bizim çox zəngin mədəniyyətimiz var, bizim çox zəngin tariximiz var, çox zəngin ədəbiyyatımız var. Və bizdə olan dəyərlər, açıq indi hamımız gedirik, gəlirik. Biz bu dəyərləri o qədər mənimsəmişik ki, bu dəyərlə o qədər çulğalaşmışıq ki, bir Azərbaycanlı tamamilə digər xalqlardan fərqlənir. Mən o vaxt Dini Qurumlar İşləri Dövlət Komitəsində işləyəndə bizə qonaqlar gəlmişdi və biz onları göndərmişdik Qubuya. Sadə bir məsələdir, amma çox diqqət çəkən məsələdir. Onlar gəldilər, mən onlara dedim, siz getdiniz, sizin ən çox diqqətinizi çəkən məsələdən biri nədir? Dedilər, bizim ən çox diqqətimizi çəkən qonaqpərvərlik oldu. Dedim, necə? Dedi, biz kəndə girəndə kəndin bütün ağsaqqalları ayağa durub bizi ayaq üstə qarşıladılar. Biz bunu dünyanın heç bir yerində görməmişik. Hörmət nə qədər yüksək. Yəni, indi bilirik də biz mən kənə yuminu billahi vəl yevmil əxir fəlyukrim dayfahu. Yəni, sizdən kim Allaha və qiyamət gününə inanırsa, öz qonağına ən yüksək münasibəti göstərsin. Yəni, qonağa münasibət, qonağa yanaşma. Baxın, indi, çox həqiqətən biz bəzən düşünürəm bu barədə ciddi düşünməliyik. Dünyanın heç bir ölkəsində, heç bir xalqında qonaq üçün ayrıca otaq olmur. Yoxdur. Qonaq otağında bizim evlərdə var, elə mi? Gəlirəm nəyə? Adı da üstündə. Nə mənada? Yəni, qonağın ayrı otağı olurdu, ayrı qabı olurdu, ayrı yastığı olurdu, ayrı yorğanı olurdu. Qonaq tamamilə fərqli qarşılanırdı. Ya, bu nümunə heç bir yerdə yoxdur ki, indi düzdür, bu ənənələr çox təəssüb ki, yavaş-yavaş aradan qalxır. Amma adamın 3 otağı var, birini bağlı saxlayıb ki, bu ancaq qonaq üçündür. Evinə qonaq gəlirdi, ən yaxşı yeməkləri ona verirdi. Evinə qonaq gəlirdi, ümidini dikdiyi bir quzunu, qoyunu, toyuğu kəsib qonağa verirdi ki, özü də deyirdi, Allah qonağıdır. Bu dəyərlər, qonşuya münasibət, qohuma münasibət, qonağa münasibət, bir-birimizə münasibət, humanizm,